Həzrət Məhəmməd Peyğəmbərdən hikmətli kəlamlar. İnsanların ən pisi ahirətini dünyasına satandır. Bundan da pisi ahirətini başqasının dünyasına satandır. Bir zaman olacaqdır ki, mənim ümmətim alimləri onların yaxşı geyimlərindən, Quranı xoş səslə oxumaqla və Allahı yalnız Ramazan ayında tanıyacaqlar. Onda Allah onlar üçün rəhmi, helmi və elmi olmayan bir kimsəni hakim edəcəkdir. Şərab içən bütpərəst kimidir. Şərab içənin namazını Allah Taala 40 gün qəbul etməz və o 40 gün içərisində ölsə, kafir olaraq dünyadan gedər. Ey əvazər, 5 şey başına gəlməmiş 5 şey qənimət bil. Gəncliyini qocalmamış, sağlamlığını xəstələnməmiş, varını yoxsullaşmamış, bir işə başı qatışmamış fürsəti, ölümün çatmamış həyatı. Ya Əli, qiyamət günü üç gözdən başqa bütün gözlər ağlayacaq. Allah üçün yatmayan gözlər, Allahın haramına baxmayan gözlər və Allahın qorxusundan ağlayan gözlər. Sədəqə pis ölümün qarşısını alar, gizli sədəqə Allahın qəzəbini söndürər. Silə-i rəhm ömrü uzadar, yaxşı işlər pis ölümlərin qarşısını alar. Sədəqə su odu söndürdüyü kimi əzab atəşini söndürər. Ey Allahın bəndələri, sizlər xəstə, bütün aləmlərin yaradanı isə həkim kimidir. Xəstənin xeyri öz istəklərinə yox, həkimin tədbirlərinə əməl etməkdir. Ona görə də nicat tapmaq üçün Allahın əmrinə təslim olun. Həcc hər bir imkansızın cihadıdır. Halal mal qazanmaq cihaddır. Elmi gizlətmək yol verilməzdir. Xeyir işə vasitə olan və onun baş tutmasına səbəb olan şəxs xeyri yerinə yetirən kimidir. Hər bir yaxşı iş sədəqədir. İnsanlarla xoş davranmaq sədəqədir. Xoş söz sədəqədir. Abır-həyanın qorunması üçün sərf olunan hər bir şey sədəqə savabına malikdir. Ağlın afəti səfehlikdir. İbadətin afəti süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət qoymaqdır. Gözəlliyin afəti özünü bəyənmə və təkəbbürdür. Əsl nəzabətin afəti iftixar etməkdir. Dinin afəti nəfsi istəklərinə tabi olmaqdır. Xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət alsın. Günahın kəffarəsi peşman olmaqdır. Cümə namazı kasıbların həddidir. Oruc cəhənnəm odu qarşısında sipərdir. Mülayim və xoş rəftar olmaq bütün hikmətlərin ən üstünüdür. Qənaət mümkün olmayan bütün işlərin sərmayəsidir. Əmanətdarlıq ruzi gətirər, xəyanət fəqirlik gətirər. Sübh çağı yatmaq ruzini kəsər. Əmmamə mələklərin tacıdır. Həya başdan ayağa xeyirdir. Həyanın xeyirdən başqa səmərəsi yoxdur. Məscid fəhrizkarların evidir. Elmin afəti unutqanlıqdır. Sözün afəti yalandır. Təqva ən şərəfli əməldir. İmkan olduğu halda borcu qaytarmamaq zülmdür. İmkan olduğu halda dilənmək atəşdir. Allahın neymətlərini yada salmaq həmin neymətlərin şükrüdür. Fərəcin intizarı ibadətdir. Üç cür adam Allahın qəzəbinə gələr. Tox ola yeyən, gününü yatmaqla soğuran, mənasız yerə gülən. Evlənməyə qadir ola evlənməyən kəs məndən deyil. Üç qız uşağı böyüdənin, onları gözəl tərbiyə edənin, ərə verənin və onlara xoş münasibət bəsləyənin yeri cənnətdir. Hər kəs öz mömin və dindar qardaşının bir dünya qəm-qüssəsini aradan qaldırsa,
Allah Taala da o şəxsin qiyamət qəm-qüssəsindən birini aradan aparar. Yaxın qonşusu az ola tox yaşayan qonşu mömin sayıla bilməz. Meyrac gecəsində Allah Taala'dan xitab gəldi. Ey Əhməd, mənim məhəbbətim kasıbları və fəqirləri sevməkdir. Belə isə fəqirləri özünüzə yaxınlaşdırın, onlara öz yanınızda yer verin ki, mən də sizə yaxın olum. Möminin xərci azdır, mömin ayıq-sayıq və zirəkdir. Mömin ülfət və səmimiyyət əhlidir. Mömin o kəsdir ki, cəmaatın malı və canı ondan amanda olsun. Möminlər bir tikilinin tərkib hissələri olduğu üçün bir-birini saxlayırlar. Mömin möminə nisbəti başın bədənə nisbəti kimidir. Mömin qiyamət günü öz sədəqəsinin kölgəsi altındadır. Möminlər güzəştə gedən və yumşaq təbiətlidirlər. Qış möminin baharıdır. Mən sizin aranızda iki şey qoyub gedirəm. Əgər onlara tabe olsanız, heç bir zaman yoldan çıxıb azmazsınız. O iki şey Allahın kitabı və mənim əhl-i beytimdir.